Şəhid Əhmədov Mir Abdullah Əhmədoğlu. Evin yeganə övladı olan Mir Abdullah 12 illik həsrətdən sonra 2002-ci il martın 12-sində Sumqayıt şəhərində anadan olub. Əslən Xızı rayonundan olan Abdullah, idmanın cüdun və boks növləri ilə məşğul olmuşdur. Şeirə və ədəbiyyata xüsusi marağı olan Abdullah, boş zamanlarında şeir dinləməkdən və kitab, xüsusilə də dini və şeir kitablarını mütaliə etməkdən zövq alardı. Həmçinin onun özünün müəllifi olduğu 25 şeir də var. Hobbi olaraq təsbih, üzük, xəncər kimi əşyalardan ibarət kolleksiya yığmağı xoşlayardı. Namaz əhli olan Abdullah məscidə getməyi, İslami bayram və əzə məclislərində iştirak etməyi sevərdi. Abdullah körpəlikdən nəinki insanlara, hətta kiçik həşəratlara və heyvanlara qarşı mehribanlığı və diqqəti, habelə yardımsevərliyi, mərdliyi, cəsarəti, ədalətli olmağı ilə seçilmişdir. Arzusu əskərlikdən qayıtdıqdan sonra avtomobil almaq idi. 2020-ci il 5 may tarixində müddətli, həqiqi hərbi xidmətə yollanır. Gənc Abdullah 2020-ci il sentyabrın 27-sində başlayan döyüşlərdə iştirak edirdi. Hər zaman şəhidlərə qibtə edən Abdullah, sentyabrın 29-unda Talış istiqamətində gedən döyüşlər zamanı özü də şəhadət zirvəsinə ucaldı. 10 oktyabrda Sumqayıt şəhər şəhidlər xiyabanında torpağa tapşırılıb. Subay idi. Vətən uğrunda və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilmişdir. Ruhu şad olsun.